Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. 24 iyun 2026-cı ildə tarix müəllimlərinin sertifikasiya imtahanına düşən ixtisas suallarını sizə 50-sini də təqdim edirəm. Zəhmət olmasa əməyimizə qiymət olaraq YouTube kanalımıza abunə olun, videonu bəyənin. Əgər sualların PDF-ini kim istəsə, bu 051 622 56 nömrələrə saxlaya bilər. Suallar PDF formatında da var. Sualları sizə yönləndirə bilərəm. YouTube kanalında Samir Tarix yazaraq kanala abunə olub, videoları bəyənib, şərh yazaraq dəstək ola bilərsiniz. Öncədən minnətdaram sizə. Deməli, burada suallar haqqında biraz sizə məlumat vereyim. Sertifikasiya imtahanında 50 dənə sualdan bəzi müəllimlər deyir ki, suallar çətin idi, bəzi müəllimlər deyir asan idi, biri deyir ki, məntiqi suallar idi, çaşdırırdı. Ancaq mən özüm orada iştirakçı kimi deyə bilərəm ki, suallar çox rahat idi, çox maraqlı suallar idi həqiqətən. Hamısı dərsliklərdə olan suallardı. Amma belə bir şey deyim də sizə. Orada mən bir müəllim kimi daha maraqlı suallar gözləyirdim. Daha belə şaxəli, nəzəri cəhətdən daha dərinliyə gedən suallar gözləyirdim. Bax, məsəl üçün, bizə 6-cı sinifin yeniliklərindən heç bir sual düşməmişdi. Biz gözləyirdik ki, bəs 6-cı sinifin yeniliklərindən bizə sual düşər. Bəli. 6-cı sinifdə yeniliklərdən bu eneolit dövründən Tunc və ya paleolit dövründəki və ya Atropatena, Albaniya, Manna ilə bağlı olan o yeniliklər heç biri yox idi. Yəni, deyim biləsiniz. Mən gözləyirdim 1-ci və 2-ci Dünya müharibəsindən, istər Azərbaycan tarixindən bağlı hissəsindən, istər dünya tarixindən bağlı hissəsindən suallar gözləyirdim. Lakin belə bir suallar yox idi orada. Həmçinin Azərbaycanda Çar Rusiyasının 19-cu əsrdə keçirdiyi islahatlar, hamısının illərini bir-bir demirəm, burada qeyd eləmişəm. Bax, buradan bir dənə 1866-cı il məhkəmə islahatı istisna olmaqla bu islahatlardan suallar yox idi imtahanda. 44 günlük Vətən müharibəsindən sual var idi. İşğaldan azad olunan rayonların xronoloji kimi, yəni antiterror və ya Qarabağda quruculuq işlərlə bağlı dərinliyinə varan suallar yox idi. Orada mən həmçinin neft sənayesi Şimal Azərbaycanda çarizmin keçirdiyi o iqtisadi tədbirlər, həmçinin dumalar, partiyalar, təşkilatlar, bax, bunlarla bağlı suallar yox idi. Cənubi Azərbaycan mövzusunda sadəcə olaraq toxunulmuşdu Seyid Cəfər Pişəvəri mövzusuna, Xiyabani mövzusu, məşrutə və 19-cu əsr Cənubi Azərbaycanla bağlı daha biraz düşündürücü suallar gözləyirdim, yox idi. Qədim Misirdən, Qədim Hundan, Çin, Hindistandan, Frank Bizans, Qazan xan islahatları, bax, bu bölümlərdən suallar yox idi. Bəlkə deyirəm, ola bilər ki, gələn illəri imtahandan kəsilən müəllimlər üçün tərtib olunan suallar və ki, bunlar ola bilər deyə bunu mən vurğulayıram ki, yəni nələr düşmüşdü, bəs nələr düşməmişdi. Mən mövzu cəhətdən bunu deməkdə məqsədim oldu. Azərbaycan SSR-dən daha maraqlı suallar gözləyirdim, amma orada 1920-ci ildə Azərbaycan SSR-də görülən bir tədbirlə bağlı sual var idi. Məsələn, geniş bölməli, YİS bölməsi, sənayeləşdirmə bölməsi, kolxoz quruculuğu. İraq bölməsi bildiyimiz kimi əlavə olunmuşdu, İraq türkmənləri. Koreya, İtaliya, Mussolini, bax, buradan sual yox idi. Amma tədbirdə var idi ki, biz oradan sual gözləyirdik, yox idi sual. Beynəlxalq səviyyəli konferanslardan yalnız Vaşinqton konferansından sual vardı, 1921. Ayrı digər konferans, kongres barədə, sülh barədə suallar yox idi. Ərəb xilafəti, Səlcuq imperiyası, Monqol dövləti və Teymurlarda suallar yox idi. Yəni, bunları nəzərə alın ki, bu illəri İndi düşən sualları mən sizə təqdim edirəm buradan. Düşmənlər bax bunlar idi. Şəxsiyyətlər bölməsindən, məsələsi Uzun Həsəndən sual yox idi. Şah Abbas və digər Səfəvi şahlarının fəaliyyətindən bağlı suallar yox idi. Nadir Şahdan, Ağa Məhəmməd Qacardan, Qaraqoyunlu Cahan Şahdan və Atabəylərin hökmdarlarına aid suallar yox idi. Düşən 50 sualdan 26-sı Azərbaycan tarixindən bağlı sual idi. 24-ü dünya tarixindən bağlı sual idi. Deyək ki, yarı-yarı eliflər də, yəni 25-25 olmasa da 26-24. 5 dənə xərtidən sual var idi.
Mədəniyyətdən 6 dənə sual yazılmışdı. Çərçivədə 6-da düşük düzdür. Ola ki, indi siz hər hansı bir müəlliflərin test vəsaitindən istifadə etmirsiniz. Sadəcə olaraq Dövlət İmtahan Mərkəzinin birinci, ikinci hissə test topusundan istifadə edirsiniz. Ya hazırlaşarkən, ya hazırlıq keçərkən. Onu vurğulayım ki, suallardan 23-ü birinci hissə test topusunun mövzuları idi. 27-si ikinci hissə test topusunun. Yəni onun müəllimlər özləri birdən mündəricatda. Birinci hissədə hansı mövzular yer alır, ikinci hissədə hansı mövzular yer alır. Bunu da bu formada bölmüşəm. Buyurun, sualları təqdim edirəm sizə. Suallar çox maraqlıdır. Sualların bəzilərində variantlar yadımda qalmasa da nəzəriyyəsi düzdür. Yəni 50 dənə sualın 50-sində şərti olduğu kimi düzdür, doğrudur. Bəzilərinin sadəcə olaraq cavablar yadımda qalıb əzbər olaraq. Ona görə də cavablar yazmışam. Bəzilərində variant qıtlıqları var. Baxın, görürsünüz ABC və ya ABCD. Variantlar tam olmasa da nəzəriyyəsi düzdür. Cavablar düzdür, narahat olmayın yəni. Olduğu kimi suallar təqdim edirəm sizə. Ya Allah, başladıq. Birinci sualımız erkən tutunç dövrünə aiddir. Variantlar belə idi. Əhalinin oturaq həyata keçməsi. Bu bilirsiniz ki, yeni daş dövrü, yəni neolit dövrüdür. Süni soğuma şəbəkələrin yaranması cavab B variantıdır. Bilirsiniz ki, süni soğuma erkən tutunç dövründədir. Belə bir variant var idi orada, bəli. Əkinçi və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi. Bu neolit dövründədir. Bu da hansı variant idi? İnsanların duluzçuluqla məşğul olmağa başlaması. Erkən tunç dövründə insanlar duluzçuluqla məşğul olurdu, amma bu da başlaması deyil. Başlaması təbii ki, neolit dövrüdür. Cavab, baxın, belə idi, olduğu kimi təqdim edirəm sizə. Sual da şərti, bax, belə idi. İkinci sual, Manna hökmdarı İranzu və Ullusunun mücahəti idi. Bilirsiniz ki, bunların hər ikisi də Assur ilə müttəfiq əlaqələrini saxlamışdılar. Düzdür, Ullusunu qısa müddətli də olsa Assur ilə ittifaqı pozub Urartuya yaxınlaşır, amma sonradan yenidən Urartu ilə olan müttəfiqini pozub da yenidən Assuriya milli siyasət yerinə yetirir. Paytaxt şəhəri yandırılır, dağıdılır Ullusunun dövründə, 2-ci Sarqon tərəfindən. Çünki ittifaqı pozmuşdu. Amma İranzuda belə bir şey yoxdur. Urartu dövləti ilə Assuriya ittifaq bağlanması yenə Ullusuna aiddir, amma İranzunun siyasətində belə bir şey yoxdur. Üçüncü sual, Atropatena dövlətinin Albaniya dövlətindən fərqi. İndi siz məsələn burada cavabı görürsünüz ki, bəli, Selevkiyədən asılı olaraq düşməkdir. Gəlin ümumi bir yaddaş eləyən, Atropatena dövlətində olub da Albaniyada olmayan başqa hansı xüsusiyyətlər var? Məsəl üçün, Azərbaycan cənubunda yaranır, Zərdüştlük dininə istahiş edirdilər. Bilirsiniz ki, Atropatenada pul kəsilmir. Atropatena Fraspa döyüşündə Roma qoşunlarını məğlub edir. Bunlar Atropatenanın Albaniyadan fərqli xüsusiyyətləridir. Bir xüsusiyyəti də Selevkilərdən asılı hala düşməsidir. Bəs Araz çayından şimalda meydana gəlmək, o Albaniyanın Atropatenadan fərqidir. Roma qoşununa qarşı mübarizə aparmaqsa, bunların hər ikisi üçün oxşar cəhətdir. Bizdənsə testin şərtində fərqi soruşurdu. Dördüncü sual, Albaniyanın eramızın 1-ci əsrinə aiddir. Yenə variantlara baxmadan eramızın 1-ci əsrini gəlin sadalayaq ya da salaq. 1-ci əsrdə nələr baş vermişdi? Alanların yürüyüşü, Roma imperiyası ilə Parfiyaya qarşı müttəfiq əlaqələrin qurulması, şüşə qabların hazırlanması, bunlar eramızın 1-ci əsrinə aiddir. Albaniya Sasani dövlətinin tərkibinə qatılır, ancaq bu bizim eramızın 3-cü əsrdir. Pompeyin yürüyüşünə məruz qalır, amma bu eradan əvvəl 1-ci əsrdir. Bizdən eramızın 1-ci əsrini soruşur, bizim eramızın. Yerli hökmdarın adından ilk dəfə pul kəsilməsi eradan əvvəl 3-cü əsrdir. Roma İmperatoru Tiberi ilə Parfiyaya qarşı müttəfiq əlaqələrin saxlanması. Doğru cavab budur. Bu hadisədə bizim eramızın 20-ci ildən sonra Atropatenanın Parfiya tərəfindən işğalından sonra yaranan Parfiya təhlükəsinə görə bu yaxınlaşma baş vermişdir. 5-ci sual mədəniyyətdən bağlı sualdır. Eradan əvvəl 5-ci əsrdə Yunan elminin mərkəzinin Afina şəhəri olmasının səbəbini soruşurdu. Orada yenə A, B, C, D olmaqla 5 variant var idi. Yadımda qalan budur, cavab buydu. Afinada demokratiyanın bərqərar olması. Burada belə qeyd də vurğulamışam ki, özümdə baxın. Eradan əvvəl 5-ci əsrə qədər, Periklin islahatlarına qədər, Afinada demokratiya yaranana qədər Yunan elminin mərkəzi
İndiki Türkiyədə, Kiçik Asiyada yerləşən Milet şəhəri idi. 6-cı sual. Əvvəllər Şumer şəhərlərini məbəd kahinləri idarə edirdi, yəni din xadimləri. İnsanlar zənn edirdi ki, kahinlər şəhəri Tanrı adından idarə edir. Hakimiyyətin Tanrıdan gəlməyinə inanırdılar. Bu hansı idarəçilik sistemidir? Bu təbii ki, teokratiyadır. Teokratiya idarə sistemi bir də Azərbaycanda Səfəvilər dövlətində mövcud olmuşdur. Bu oliqarxiya bilirsiniz ki, bu Afinada deyilən əvvəl 7-ci əsr, demokratiya yenə Afinadadır. Şumerlərdə bir idarəçilik sistemi yoxdur. Aristokratiya yenə də Afinadadır. 7-ci sual həqiqətən biraz çaşdırıcı sual idi. Roma Respublikasında xalq yığıncağına aiddir. Burada baxın, bəziləri elə bilir ki, Ağsaqqallar Şurası, bax senatdır. Biz bunu bilirik ki, Ağsaqqallar Şurası senatdır. Ola bilər ki, bəzi müəllimlər elə başa düşər ki, bu xalq yığıncağı senatın özüdür. Yox, bu senat deyil. Senat olanda, bu cavab senat olanda, əgər bunu siz xalq yığıncağını senat kimi düşünsəniz, burada müharibə və sülh məsələsini götürərsiniz. Bir də daxili və xarici işlərə və maliyyə işlərinə baxmaq götürərsiniz ki, orada belə bir cavab var idi. Bax, belə bir cavab var idi orada. Amma xalq yığıncağına 1 ilə 3 aid deyil. Cavab yalnız 2-dir. Romanı idarə etmək üçün patrislərdən hər il konsul seçirdi. Cavab yalnız 2-dir. 8-ci sual. Urnar və 3-cü Mehmet Vaçaqanın ümumi cəhətləri. Hər ikisi erkən orta əsrlərdə Alban hökmdardır. Hər ikisi 3-cü əsrdən, özür istəyirəm, 1-ci əsrdən 510-cu ilə qədər hakimiyyətdə olmuş Alban arşakilərinin nümayəndəsidir. Hər ikisi Arşaklar sülaləsinin nümayəndəsidir. Mehmet Vaçaqan da Arşakların sonuncu nümayəndəsidir. Taxtdan düşmüşdür 6-cı əsrin əvvəllər, yəni 510-cu ildə. Hər ikisi xristianlığı fəal təbliğ etmişdir. Urnar rəsmi din kimi qəbul etmişdi xristianlığı, rəsmi din kimi. Ondan sonra gələnlər 2-ci Vaçe, 3-cü Mehmet Vaçaqan isə bunu təbliğ etmişdir. Cavab orada olmuşdur 2 ilə 4. Baxın, xristianlıq dininin rəsmi din kimi qəbul edilməsi bu bir nəfər aid ola bilər də. O da Urnardır. 313-cü ildə. Roma imperiyasına qarşı vuruşmaq isə Urnar. Amit və Dizraf döyüşlərində. 9-cu sual, maraqlı sualdır. Yəni 8-ci sualın cavabını qeyd elədim. Bəli. Cavab 1 ilə, bağışlayın, 2 ilə 4. B variantı. İndi ola bilər ki, orada bu 2 ilə 4 C variantıdır. Əsas o ki, yenə deyirəm, təkrarçılıq olmasın. Mahiyyət eynidir. Yəni mövzu, sual eynidir, cavab da eynidir. Beyləqan şəhərinə aiddir. Erkən orta əsrlərdə bilirsiniz ki, 1030-cu ildə bu şəhərdə Şərqdədə hökmdar Musa ibn Fəzlə qarşı qiyam baş verir. O isə bu qiyamı yatırmaq üçün Slavenləri köməyə çağırır. Biri 3-dür cavabın. Sual açıq tipli sual deyil. Ha, yəni mən özüm belə seçib yazmışam bunu. Yəni sual açıq tipli sual deyil. Bir də Beyləqan şəhəri Babəkin Xürrəmlərə rəhbərlik etdiyi dövrdə Beyləqan və Bərdə şəhərləri üsyan zamanı ərəb qoşunlarından, yəni ərəb işğalçılarından azad olunur. Baxın, burada nə deyir? Deyir, 7-ci əsrdən etibarən Ərəb Əmirliyin mərkəzi olub. Ərəb Əmirliyinin Azərbaycandakı mərkəzi əvvəla olur Təbil 7-ci əsrdə. Albaniyanın süqutundan sonra isə 705-ci ildən sonra isə Ərəb Əmirliyinin mərkəzi olur Bərdə şəhər. Bəs Beyləqan Azərbaycanda hər hansısa bir dövlətin canişinlik mərkəzi kimi olub mu? Bəli. Onu da burada qeyd eləmişəm, qeyd kimi. Beyləqan şəhəri 11-ci əsrdə Azərbaycanda Səlcuqların canişinlik mərkəzi olur. Orada Ərəb Əmirliyi yazdığına görə biz onu götürmürük. Cavab olur 1 ilə 3. 10-cu sual. Şirvanşahlar və Şəddadilər dövlətinin 10-cu əsrin 2-ci yarısı tarixinə aiddir. Baxın, qobun illərini yazın. 950-dən 1000-ə qədər. Səlcuqlara qarşı mübarizə aparmaq bilirsiniz ki, bunlar hər ikisi Səlcuqlara qarşı mübarizə aparıb, bəli, bu doğrudur, amma nə vaxt? 1054-1066 deyək də, yəni 11-ci əsrdə. Bizdən nə soruşur testin şərtində? 10-cu əsrə soruşur. Sacilər dövlətinin tərkibində olması, Şirvanşahlar Sacilər dövlətinin tərkibində olub, bəli, amma biz onu götürürük 10-cu əsrin 1-ci yarısı, yəni 941-ə qədər.
Və cavab nədir? Bərdə şəhərinin dövlətin tərkibində olması. 10-cu əsrin ikinci yarısında Şirvanşahlar Dərbəndi, Qəbələni, Bərdəni bir sıra şəhərlər tabe edirlər. Şəddadilər də 971-də yaranır və dövlətin tərkibinə Şəmkiri, Bərdəni və bir sıra şəhərləri daxil etmişdir. 11-ci sual. Mənbə tipli sualdır bu. Dərslikdə görməmişəm bu sualı, baxmamışam heç kitaba. Amma Narsiyevin kitabında bu özü xüsusi bir rəhlə verilir. Adətən müəllimlər bu hissəyə çox vaxt fikir vermir, ancaq bu sual iminli oradan düşmüşdü. Roma sistemində adam öldürmək dövlətdə və cəmiyyətdə cinayət hesab olunurdu. Məhkəmədə dəlillər əsasında qərar qəbul edilirdi. Bu sizə nəyə xatırladır? Eradan əvvəl 5-ci əsrdə qəbul edilmiş 12 lövhə qanunları. Mühakimə edilən şəxsin günahları sübut edilməlidir. Əksi sübut edilməyənə qədər o günahkar elə bir ki, günahsız sayılırdı. Belə maddələr də var, bilirsiniz. İndi bu da nə deyir? Amma deyir, Germaniyada belə deyildi. Germanlar qisas alırdılar. Yəni, qanunçuluğa əsaslanmırdılar da bunlar. Zaman keçdikcə, o belə cümlədə belə, zaman keçdikcə deyir, Alman tayfaları cərimələrə əsaslanan yeni sistem yaratdılar. Günahkarlar zərər vurduğu ailəyə müəyyən məbləğdə kompensasiya, məbləğ, təzminat verməli idi də. İndi deyir ki, bu mətn əsasında hansı nəticəyə gəlmək olar? Romada hüquq sistemi Germanların təsirlə formalaşmışdır. Təbii ki, xeyr. Ola ki, Germanlar Romalarda nəsə öyrənər, amma Romalarda hüquq sistemi eradan və 5-ci əsrdən formalaşmışdır. Bunun da Germanlara heç bir dəxlisi yoxdur. Zaman keçdikcə Romalılar da Germanların hüquq sistemini mənimsədilər. Əksinə. Çünki mətnə baxın, mətndə deyir ki, Germanlar əvvəlcə qisas alırdılar. Sonralar deyir, zaman keçdikcə onlar cəriməyə əsaslanan yeni bir sistem yaratdılar. Görünür ki, bu onların Romalılarla qanif qarışmasından sonra öyrəndikləri əsasında baş verir. Cavab yalnız 3 idi. Alman dilli xalqlar Roma əhalisi ilə qarışdıqdan sonra yeni bir cəmiyyət yaranmağa başladı. 12-ci sual. Göytürk dövləti ilə Sasani dövləti arasında yaranan narazılıqsa səbəbi idi. Bu bizim əvvəl köhnə kitablarda var idi. 571-ci il olurdu bunların arasındakı bu münaqişə. Və orada sülh bağlanırdı. Soğdiyana vilayətdə Göytürklərə keçirdi. Bəs bu münaqişənin səbəbi nədir? Bunlar niyə narazı qalırlar ki? Axı, bunlar əvvəl müttəfiq idi. Və məsələn, bunlar 567-ci ildə Axunları məğlub edilər müttəfiq kimi. Sonralar isə bu müttəfiqlər düşmənə çevrilir. Niyə? Bax, bunu soruşurdu qəbul imtahanı. Qəbul nədir? Sertifikasiya imtahanında. Cavab belə idi. Bilirsiniz də, bu Sasanilər Axunların tərkibində olanda, asılı halda olanda, məğlub dövlət olduğuna görə Axunlara illik bac xərac verirdi. İndi Göytürklər həmin bac xəracı, həmin illik vergini Sasanidən tələb edir ki, Axuna verdiyin vergini bizə verin. Bu da müttəfiqlər arasında nəyə səbəb olur? Narazılığa səbəb olur. Bir də onlar arasında narazılığın bir səbəbi də var idi. O imtahanda yox idi bu sual, bu cavab. Amma bir səbəb də var, deyim sizə, bilin. Sasanilər Göytürklərin ticarət yollarına maneə və məhdudiyyət yaradırdı. Yəni, imtahanda bu cavabda olsa götürmək lazım idi. Ancaq bu düşməmişdi. Eyler-Venn diaqramına aid sualdır, şəxsiyyətlər bölməsidir. Qəznəvi hökmdarı Mahmud Qəznəli və Dehli Sultanı Şəmsəddin yer tutmuş xan haqqında məlumatdır. Hindistanın şimalında ərazilər ələ keçirilməsi. Bunların bilirsiniz ki, hər ikisi Hindistanın şimalında bir sıra ərazilər ələ keçirmişdir. Monqollara qarşı mübarizə aparmaq. Bilirsiniz ki, Mahmud Qəznəlidə 998-1030. Mahmud Qəznəlidə Monqollarla mübarizədən söhbət getmir. O, Şəmsəddin el tutmuş şahiddir. Dehli Sultanlar var da el tutmuş. Qiyasəddin Balaban, Ələddin Hilçi, bunlar hamısı da yəni Ələddin Xələc Monqollara qarşı mübarizə aparır. Abbasi xilafətlə diplomatik əlaqələrin saxlanması yenə hər ikisinə aiddir. Burada mən bunları rəqəmlə vermişim, qoy belə yazım da. A, B, C, D, Y. C hər ikisinə ortaq cəhətdir. Çünki bunların sultan titulu
rütbəsi deyək də Abbasi xəlifəsi tərəfindən təsdiq olunurdu. Samaniya dövlətinin torpaqlarının bölüşdürülməsi Qaraxanlarla birgə 999-cu il. Bu da Qəznəvilərə aiddir. Bunu da bura yazıram. Səlcuq dövləti ilə mübarizə aparılması. Aha. Baxın, mən sizə bir şey deyim. Səlcuq dövləti ilə Qəznəvilər mübarizə aparır. 1040-cı Dəndənəkən döyüşündə. Amma o Sultan Mahmud Qəznəliyə aid deyil. Çünki Səlcuq dövləti nə vaxt yarandı? 1038-də. Mahmud Qəznəli isə dövlət kimi Səlcuqları görmür. Onun hakimiyyəti 1030-da bitir. Burada Səlcuq dövləti ilə mübarizə aparmaq üçün Qəznəvi hökmdar kimi adı çəkilməlidir Sultan Məsudun. 14-cü sual. Qızıl Ordu dövlətinin idarəetmə sisteminə aid düzgün cavab müəyyən edin. Maraqlı sualdır həqiqətən. Biraz da diqqət tələb edən sualdır. Vergi yığan məmurların Tarxan yox. Bilirik ki, adı Basqaqdır. Tarxan orada imtiyazlı şəxslərdir. Bizim xanlıqlarda var idi bax bu. İmtiyazlı şəxslər. Maaf. Bax onun kimi imtiyazlı şəxsdir. Baş vəzirin hərbi işlərə rəhbərlik etməsi. Bilirsiniz ki, Qızıl Ordu dövlətində hərbi işlərə başçılıq edən məmur adlanır. Vəsaitdə də var. Bəylər bəyi. Maliyyə işlərinə dəftərdar nəzarət etməsi. Cümlə olaraq düzdür bu. Ancaq Osmanlı dövlətinə aiddir. Bilirsiniz ki, dəftərdar Qızıl Ordu idarəçi sistemində belə bir məmur yoxdur. Bəs cavab nədir? D variantı. Bəli, xanın yanında məclis fəaliyyət göstərir və o məclislər hamısı nədir? Məşvərətçi orqandır. Məşvərətçi orqan haqqında sizə məlumat verin. Bax, Qaraqoyunda da var, Ağqoyunda da var, Səfəvi dövlətimizdə də var. Bu məclis hökmdarın fəaliyyətini məhdudlaşdırmır. Bu məclis qanunverici orqan deyil. Test toplusunda da məşğələ keçən zaman abituriyentlərin ən çox səhv etdiyi mövzulardan biridir. Hər dəfə də vurğulayıram ki, bax, məclis hökmdarın fəaliyyətinə ciddi təsir göstərə bilməz. Onun qərarlarını dəyişdirə bilməz. Çünki hökmdarlar qeyri-məhdud hakimiyyətə malikdir. Sadəcə olaraq məsləhət verir, məşvərətçi orqan kimi fəaliyyət göstərir. Növbəti mədəniyyət sualı. Xronoloji düzün. Nizamiye mədrəsəsinin fəaliyyətə başlaması bilirik ki, Səlcuqlar dövründədir. Alparslan. Gəlin bunu götürək. 1066. Bologna Universitetinin açılması 12-ci əsr 1158-ci il. Şam Qazan Rəsədxanası 13-cü əsrin sonu 14-cü əsrin əvvəlləri. Gəlin bunu götürək. Elə bax 1300. Maraqası 1259. Düzgün cavab 1, 2, 4, 3. Bax, əmin ola bilərsiniz ki, xronologiyadakı mövzular bax bunlar idi. İndi bəlkə də orada 1, 2, 4, 3 yox, D variantındakı kimi düzülmüş deyə bilmərəm, amma bayanın suallar buydu. Bax, Nizamiye mədrəsəsi, Bologna Universiteti, Şam Qazan və Maraq Rəsədxanası. Dəqiqdir. Növbəti mədəniyyət sualı 11-15-ci əsr Avropa mədəniyyətinə aid deyil. İntibah dövrüdür. Orada qot memarlığı yaranır, düzdür. İlk universitetlər meydana gəlir. İstər İngiltərədə, istər İtaliyada, bu da düzdür. Almaniyada çap üsulu ilə kitab nəşr olunur. 1445-ci düşür. Bu rəssamların da olduğu dövrdə bilirsiniz. Rafaeldir, Michelangelo'dur. Ondan sonra səyyahların və digər alimlərin daha çox fəaliyyət göstərdiyi dövrdür. İntibah da nə deməkdir? Oyanış və inkişaf, yüksəliş. Bəs bu da nə deyir? Mədəniyyətin tənəzzül dövrü keçirməsi. Tamamilə səhvdir. İnkişaf olmalı cavab. Cavab da variantıdır. Bu cümlə o dövrə aid deyil. Osmanlı Sultanı 3-cü Muradın hakimiyyət dövrünə aiddir. Ümumi tarix bölməsində bəlkə də 3-cü Murada bu qədər toxunulmur, bilmirəm. Amma Azmən tarixi bölməsində var. Bu birisi də kimdir? Bizim Məhəmməd Xudabəndə ilə 1578-ci ildə müharibəni aparan hökmdardır. Yəni ikinci mərhələni başladı. Amasya sulhunun şərtləri bax 3-cü Muradın dövründə pozulur. 1578-dən 1590-a qədər demək olar ki, o İstanbul sülhündə bizdə qalan ərazilər istisna olmaqla Osmanlılar bütün Azərbaycanı işğal edir. Yəni həmin ərazilər istisna olmaqla da Lənkəran, Qəzvin, Xalxal bu bölmələr, bu ərazilər Osmanlı dövlətinin geriləmə dövrünə aiddir. Aha, çətin sualdır.
Osmanlı dövlətinin birisində durğunluq dövrü var, geriləmə dövrü var, dağılma dövrü var. Gərək siz bunun hamısını zaman aralığını biləsiniz ki, bunu düzgün işləyə biləsiniz. Osmanlı dövlətinin geriləməsi bildik ki 1699-cu ildən başlayır. Müqəddəs birliklə apardığı müharibələrdən sonra Karlovitsa sülhü ilə başlayır və 1791-ci ilə qədər, Yaxsı sülhünə qədər. Yaxsı sülhündən sonra Osmanlı dövləti rəsmən dağılma dövrünə doğru gedir. Avropa şəhərində səfirliklərin açılması 1791-dən sonra Yaxsı məğlubiyyətindən sonra 3-cü Səlmi islahatlarından sonra olur. Ona görə də bu düşmür dövrə. 3-cü Səlmi islahatlar keçirməsi də yenə 91 dağılma dövründən sonra olur bu islahatlar. Düzgün cavab 1-ci Mahmudun Nadir Şahla müqavilə imzalanmasıdır. 1736-47 götürün bunu və həqiqətən də baxırsınız ki 1699-dan 1791-ci ilə qədər düşür. Növbəti sual 16-cı əsrin 20-ci illəri və 70-ci illəri Səfəvilər dövlətinin tarixinə aiddir. 1524-cü ildə Şah İsmailin vəfatından sonra hakimiyyətə azyaşlı oğlu Təhmasib gəlir. 1578-ci ildə isə Məhəmməd Xudaybəyin gəlişindən sonra Səfəvilər dövlətində nə baş verir? Mərkəzi hakimiyyətin zəifləməsi. Hərbi islahatlar keçirmək bu dövr üçün səciyyəvi deyil. Osmanlı'la sülh bağlamaq ilk dəfə 1555-dən başlayır. Növbəti isə 1590-dır. 16-cı əsrin 50-90-cı illərdir. Bizdən 20-70-ci illərini soruşur. Paytaxt köçürülməsi də yenə 16-cı əsrin 50-ci illəri, 16-cı əsrin 90-cı illərdir. Ona görə də A variantı səhvdir, B də səhvdir. Düzgün cavab B variantıdır. Mərkəzi hakimiyyətin zəifləməsi. Müəllimlərin şəqəbinə düşən sual. 2025-ci ildə keçən və bu sual müəllimlərin şəqəbinə düşmüşdür. Bax, diqqətli olun. 15-ci əsrin 60-cı illəri və 80-ci illəri Qaraqoyunlu Qon dövlətini soruşur. Çox əsas bir sualdır, amma biraz diqqət tələb edən sualdır. 1460 Samur döyüşü, 1488 Şahdağ döyüşü, Tabasaran döyüşü deyir də bizim. Burada müttəfiqlər Qaraqoyunlu və Şirvanşahlardır. Burada isə müttəfiqlər Ağqoyunlu və Şirvanşahlardır və bunlar hər ikisi Səfəvlərin Ərdəbil hakimliyinə qarşı vuruşur. Bax, Qızılbaşlar yox. Qızılbaşlar Heydərdən sonra başlayır da, bilirsiniz. Baxın, görürsünüz, Qızılbaşlara qarşı mübarizə aparılmaz. Bax, görürsünüz, bu cümlə səhvdir. Burada olmalıdır ya Səfəvlər və ya olmalıdır Ərdəbil hakimliyi. Keçən müəllimlərin şəqəbinə düşmüşdür bu sual. Bu çaşdırır sizi. Düzgün cavab C variantı. Xronolojik düzün Azərbaycan SSR-i 20-ci əsrin ikinci yarısı bölməsindən də bu sual. Bakıdan, üzr istəyirəm, Kürdən Bakıya su kəmərinin çəkilməsi 1971-ci il. Bakı metrosu 1967-ci il. Qurozun neft kəməri ilə belə qısa yazırımda 83. Ağdam Xankəndi 79. Bax, yenə deyirəm, sual açıq tipli deyil. Sadəcə olaraq mən bura variantları yazmıyorum da. Bunun mövzunu görürsünüz, özünüz düzülürsünüz ki, hə, bəli, düzülüş 2, 1, 4, 3. Bunu hamam burada A variantına yaza bilərəm. Bunu 2, 1, 4, 3 yazıb Y variantına yaza bilərəm. Əsas odur ki, nəzəriyyəsi bax budur, mahiyyəti budur. Uyğunluğu müəyyən edin. Hadisə nəticələrlə qərar bir sualdır, maraqlı sualdır burada. Cani bəyin 1357-ci ildə Azərbaycana yürüyüşü Təbrizi tutur və 1258-dən yaranan Elxana dövlətinin varlığına son qoyur. Düzdür. Əsəd döyüşünün baş verməsi Qaraqoyunlu dövlətinin və bu da dayanla, bax, mən onun arxasını oxumuram. Sədrut döyüşüdür, Əsəd döyüşüdür, Bağdad döyüşüdür. Ən çox da bu Əsəd və Sədrut. Bunlar dövlətin yarandığına yaxın olduğuna görə burada çox diqqət yetirmək lazımdır. Bu da Qaraqoyunlu dövləti yoxdur. Qaraqoyunlu tayfa birliyidir. Həm də Əsəd döyüşünün Teymurlərin qovulmasıdır. 2 səhvdir. Cavabımız orada 1-3 idi. 3-ə baxaq. 1412-ci ildə Kür döyüşü baş verir. Bəli. Şirvanşah 1-ci İbrahim və onun müttəfiqləri Qaraqoyunlulara məğlub olur və
Yusifdən aslanlara düşürlər. Bəs İbrahim və onun müttəfiqləri 1405-ci ildə Kürd döyüşünə girir. Orada Qaraqoyunlarla vuruşmurdu. Orada Teymurilərin qoşunlarla vuruşurdu. 1412-dən fərqli olaraq 1412-dən 5-də İbrahim qalib gəlir. Ancaq 12-də məğlub olur və Yusifdən aslanlara düşür. Cavab 1-3 idi. 12-ci əsrin 2-ci yarısı Şirvanşahlar dövlətinə aid deyil. 1150 1200. Paytaxtın köçürülməsi 1192. Şamaxıda baş verən zəlzələ nəticəsində. Bəli, 12-ci əsrin 2-ci yarısına aiddir. Slavyanlara qarşı mübarizə aparılması düzdür. 1175 Axistan gürcülərin köməyi ilə Slavyanlar məğlub edir. Atabəylər dövlətinin asılı olması. Atabəylər dövlətindən Şirvanşahlar 2 dəfə asılığa düşür. İlkində Eldənizin dövründə, sonra Qızıl Arslan dövründə Axistan 1190-cı ildə çıxır asılılıqdan. Belə bir şey cəhd edir. Lakin Qızıl Arslan Şamaxıya hücum edərək onu yenidən asılığa salır. Düzgün cavab B variantdır. Xarəzmşah Təkəşin Azərbaycana yürüyüşü 12-ci əsrin 90-cı illərdə o Atabəy Əbubəkirlə vuruşur. Şirvanşahlar dövlətinlə vuruşmur. Bəs Xarəzmşahlarla Şirvanşahlar vuruşub mu? Bəli, vuruşub. 1225-dən sonra Cəlaləddin gələndə. Bizdən 12-ci əsr soruşur. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi ən həssas sorğulan deyirəm, o da buydu bax. Milli hökumətə aid deyil. Milli hökumətin tədbirlərini siz gərək əzbər biləsiniz ki, bunlar hamısı 46-cı ildə keçirilir. Əmək haqqında qanun, dil haqqında qanun, aqrar qanun, Təbriz Universiteti. Baxın. Azərbaycan Demokratik Firqəsinin yaradılması milli hökumətdən qabaqki fəaliyyət. Ki, zaten azadlıq hərəkatını hökumətə doğru aparmaq üçün, yəni qarşıya qoyulan məqsədə çatmaq üçün yaradılan partiya və təşkilat etdi bunu. Firqənin, bax, Demokratik Partiya. Adına deyirik ya ADF və ya ADP. Bax, bu hökumətdən əvvəlki fəaliyyətdir. Bu ADP-in fəaliyyəti nəticəsində hökumət yaranır. Cavab bu da olub B variantı. 20-ci əsrin 2-ci yarısı Yaponiya tarixinə aiddir. Yenə maraqlı sualdır. C, D, Y-dəki variantlar yadımda deyil. İstənilən bir şey yazmaq olardı bura. 5 variant düzəltmək üçün, amma ehtiyac görmürəm. Yadımda qalan bunlardır. Konstitusiyanın qəbulu, bilirsiniz ki, bu 1947-ci ildir. 20-ci əsrin 1-ci yarısına aiddir. Düzgün cavab B variantı idi. Ərazisində işğal rejiminə son qoyulması. 1951-ci ildə keçirilən San Francisco konfransı nəticəsində ABŞ və müttəfiqləri razılığa gəlir ki, Yaponiyada işğal rejiminə son qoyulsun. 26-cı sual. Ümumi Rusiya müsəlmanlarının 2-ci qrupuna aiddir. Bilirsiniz ki, 20-ci əsrin əvvəllərində ziyalılarımızın demokratik hərəkatı nəticəsində bizdə partiya və təşkilatlar yaranır. Rusiya müsəlmanlarının qurultayları keçirilir. Qurultaylarımız 3 dəfə olmuşdur. Birinci qurultayda İttifaq-ı Müslim, yəni Rusiya Müsəlmanları İttifaqı təşkilatı yaradılır, onun proqramı müzakirə olunur. İkinci qurultayda isə o proqram qəbul edilir. Bəs o proqramın mahiyyəti nədir? Təbii ki, Çar Rusiyasına qarşı vahid cəbhədə birləşmək qərarı alınır. Rusiyada yaşayan bütün türklər çıxış yolu nədə görür? Vahid cəbhədə birləşmək. Bəs yeni tipli məktəblər, ondan sonra mərkəzi komitə, təhsillə bağlı tələblər, təhsillə bağlı, ana dilinlə bağlı məsələlər bu olubdur 3-cü qurultayda. Bizdən nəyə soruşur? 2-ci qurultayda. 27. Yenə növbəti hansısa bir sual. Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan arasında imzalanan hərbi sazişin mahiyyəti. Və bunu 10-cu 11-ci sinif şagirdə əzbər bilir ki, bu Gürcüstanla bizim baladığımız hərbi sazişin mahiyyəti şimaldan gələn təhlükə. Yəni, bəzən test okusunda buna yazırlar Ağqvardiyaçılar. Ağqvardiyaçılar. Yəni, kimdən söhbət gedir? Denikinlə. Denikin. Düzgün cavab 2-dir. Orada yalnız 2 də var idi, 2 ilə 3 də var idi. Erməni basqınlarına qarşı birgə vuruşmaq belə bir şərt yoxdur.
Sovet Rusiyasının işğal hissəsinə qarşı vuruşmaq isə yenə deyirəm, Gürcüstanla AXC-nin 19-cu ildəki yaxınlaşmasına aid deyil. 20-ci əsrin 50-ci illərində Azərbaycan SSR-də həyata keçirilmiş mədəni tədbir, növbəti mədəniyyət sualı, İmam Mustafayevin dövrüdür bu dövr. İcbari 10 illik təhsilə keçirilməsi 1966-cı ildir. Vəlaxundovun dövrüdür. 50-ci illər soruşur bizdən. Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin açılması Ulu Öndər Heydərəvin fəaliyyət dövrünə aiddir. 1971, 50-ci illər soruşur. Rus məktəblərində Azərbaycan dilinin icbari tədris haqqında qərarın qəbul edilməsi. İmam Mustafayevin fəaliyyət dövründə bu var. Bəli, düzgün cavab C variantı, yəni 1959-cu il. 29-cu sual. Şimali Azərbaycanda 1821-ci ildə Çar Rusiyasının keçirdiyi ticarət tarifini soruşur. Bunun 31-ci ildən fərqini soruşur. Mən istədiyim, bu sualların əksəriyyəti Dövlət İmtahan Mərkəzinin 1-ci hissə, 2-ci hissə test toplusunda var. Yəni səthi şəkildə məşğul olan müəllim belə, ən çox da üzümü tuturan bu kəsilən müəllimlərə ki, yəni vallahi indi sözüm xətinizə dəyməsin, bəlkə də bunu izləyən müəllimlərdən kəsilənlər də var. Çox heç dərinliyə varmadan deyirəm, topludan siz testlər işləmiş olsanız, 1-ci hissə, 2-ci hissə, abituriyent səviyyəsində 100% deyirəmsə, gedib ən aşağısı 40 bal yığarsınız, dinməz, söylənməz. Heç əlavə vəsaitlərə, əlavə test toplusuna almağa ehtiyac duymadım. Həqiqətən. 21-ci tarifinin, 31-ci tarifindən fərqi odur ki, 21-ci ildə Rusiya Qərbi Avropadan gələn mallara, yəni Avropadan gələn mallara aşağı gömrük haqqı qoyur. Və nəticədə Qafqaza keyfiyyətli Avropa malları daxil olur. Lakin sonra yerli Rus sənayeçiləri buna etiraz edəndən sonra 31-ci ildə bunu yasaqlayırlar. Və Qafqaza üçüncü ölkəyə aparıla bilməzdi. Qafqazdan keçmək vasitəsilə Avropa malları üçüncü ölkəyə aparıla bilməzdi. Biz indi burada müsbət şeylər axtarırıq. Çünki bizdən 21-in 31-dən fərqini soruşur. Bu fərman, bəli, biri birdir. Rusiyadakı burjuaziya narazılığına səbəb olur ki, bu narazılığa görə də 31-də sonra bu güzəştləri ləğv edəcəklər. Avropadan gələn mallar üzərinə yüksək gömrük haqqının qoyulması o 31-ci ildə olub, bizdən 21-i soruşur. Qərbi Avropa mallarının Qafqazda Rusiya mallarını sıxışdırması, bəli. Onlar gələndə daha keyfiyyətli məhsul olduğu üçün əhali tərəfindən alınırdı. Rus malları isə satılmırdı. 1-3. Qərbi Avropadan gələn malların gömrük rüsumundan azaldılıb, bəli, bir də 4-dür. 5-də nə deyir? Qərbi Avropa mallarının Cənubi Qafqaza axınının qarşısı alındı. Baxın, bax, 2 ilə 5, bax, 2 ilə 5. 1831-in xüsusiyyətləridir. Yəni 31-in 21-dən fərqini soruşsaydı əgər, yəni 31-də olsun, 21-ci də olmasın. Cavab 2 ilə 5 olacaqdı. Amma bizdən 21-in 31-dən fərqini soruşur. Cavab 1-4-dür. Növbəti sual 20-ci əsrin 30-cu illərin Almaniya tarixinə aiddir. 1929-cu ildən sonra baş verən dünya iqtisadi böhranı nəticəsində onsuz da qalib dövlətlərə təzminat ödəyə bilməyən Almaniya bu böhrandan, belə deyim də, müsbət mənada deyim ki, bu böhrandan yararlanırdı sanki. Qalib dövlətlər ondan alınan təzminatı dayandırırlar və Almaniya 30-cu ildən etibarən təzminat verməkdən xilas olur. Ki, böhrandan qabaq belə Almaniya bu təzminatı ödəyə bilmirdi, çətinlik çəkirdi. Daiz planın tətbiqi buna bir nümunədir. 30-cu ildə də böhran lap pis təsir edir Almaniya, ona görə də qərarı alırlar ki, ondan alınan təzminat dayandırılsın. Geniya konferansına iştirak edib Almaniya, bəli, bu 1922-ci ildir. ABŞ ilə müqavilə bağlanması haqqında belə bir şey yoxdur ümumiyyətcə. Millətlər Cəmiyyətinə üzv qəbul olub bu, bəli, 1926-cı ildir. Amma Millətlər Cəmiyyətindən çıxarılması olsaydı, hə, 1933. Ancaq belə bir şey yazmamışdı, qəbul edilməsi yazmışdı. Düzüncə A variantdır. Növbəti mədəniyyət sualı xanlıqlar dövrünə aiddir, 18-ci əsrə aiddir. Bayat, Şahbulaq, Şuşa, Qarabağda yerləşən qaralar biri birdir. Baxın, görsünüz, Şahbulağı verib. Piruz, Şuşanı da verə bilərdi. Piruz, Əskəran qalası və Bayat qalası. Ancaq yox idi bunlar orada.
İrəvanda Göy məscid bəli bir ikidir. Baxın, sizə bu Göy məscidlər çaşdırmasın. Göy məscid var, İrəvanda var, Təbrizdə. Əgər İrəvanda olursa 18-ci əsrdir, Təbrizdə olursa 1465-dir. Amma bu da İrəvanda deyil. 1-2. Kələxana məqbərəsi 17-ci əsrdir, Səfəvilər dövrünə aiddir. Suraxana Atəşgahı 17-ci əsr, Səfəvilər dövrünə aiddir və gözəl Şəkixan sarayımız. Cavab 1-2-5 idi. 20-ci əsrin 20-30-cu illər Türkiyə Respublikası və Böyük Britaniya tarixinə aiddir. 1929, 30, 31-ci illəri əhatə edən bir sualdır bu. Təbii ki, dünya iqtisadi böhranın nəticəsində bu dövlətlərin xaricdən gələn mallar üzərinə yüksək gömrük xərclərinin qoyulmasından söhbət gedirdi. Məqsəd milli sənayeni qoruyub saxlamaq. Belə deyək də proteksionizm siyasəti deyək də buna. Böhran illərində hökumətlər belə bir qərar verir ki, xarici ölkədən gələn mallar üzərinə yüksək gömrük haqqı qoyulsun ki, ölkədəki yerli sanayi mallar satılsın ki, bu böhran biraz da qarşısını almaq niyyət daşıyırdı. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Səfəvilər dövlətində baş verən pul böhranının siyasi səbəbi. Gəlin belə deyək də, bunun var, deyək ki, iqtisadi səbəbi. Bir də siyasi. Bax, bunları çox adam qarışdırır. Bu Azərbaycan-Ərəb xilafətinin tərkibində olanda da belə bir suallar var. Əməvilərin, Abbasilərin iqtisadi siyasəti, iqtisadi tədbirləri, siyasi tədbirləri, sonra Azərbaycan Xalq Cümhuriyyətində, istər Respublika Azərbaycanımızda olsun, iqtisadi məsələlər, siyasi məsələlər. Baxın, mən deyim bunun cavabını sizə. Birincisi bir yoxdur. Çünki Osmanlı ilə aparılan müharibədən söhbət gedə bilməz. 1639-cu ildən etibarən Osmanlı ilə müharibə dayanır. Ona görə də bu hadisələr də cərəyan edir 1690, bax 1710 deyək də. Bu dövrü soruşur bizdən. Ona görə də bir səhvdir. Bu da 2 də düzgün cavabdır. 3 də düzgün cavabdır. Hər ikisi böhran səbəbidir. Bəs onda müəllim, niyə cavab yalnız 2 çıxır ki? Dedim axı, siyasi səbəb. Dövrəyə qərb pullarının daxil olması iqtisadi məsələdir. O da böhranın səbəbidir. Amma yenə deyirəm, o siyasi yox, daxildir. Üzr istəyirəm, iqtisadidir. Belə bir sual da olur, yenə test toplusunda var. 17-ci əsrin sonunda Səfəvi dövlətində baş verən böhranın daxili səbəbləri var, bir də xarici səbəbləri var. Əgər manufaktura mallarının artması, nə bilim, İpək yolunun öz əhəmiyyətini itirməsi, Hindistanın su yolunun kəşfi nəticəsində ticarət yollarının suya keçməsi olsa, bu xarici səbəbdir. Bu bizdən qaynaqlanmır da, bu birbaşa xarici amillərdir. Yox, yazsa ki, suvarma sistemi sıradan çıxır, əkin sahələri azalır, qərb pullar daxil olur dövrüyə, rüşvətxor məmurlar, səriştəsiz məmurlar var, feodal zülmü var, ancaq bu cür daxili səbəblərdir. 19-cu əsrin birinci yarısı ABŞ, baxın, 1812-1814, ikinci istiqlaliyyət müharibəsi. İkinci yarısı Çin, birinci yarısı ola bilərdi, 1840-42, birinci Triyek müharibəsi, 1856-dan sonra ikinci Triyek müharibəsi. Düzgün cavab nədir? İngilislərlə müharibə aparılması. Aqrar çevriliş, sənaye çevriliş maraqlı sualdır. Bax, bu sual abituriyentlərin situasiyasına düşmüşdü qəbul imtahanında. Aqrar çevriliş nədir, sənaye çevriliş nədir? Diqqətli olaq. Aqrar, bu aqrar sözü birisi də nə deməkdir? Kənd. Aqrar çevriliş odur ki, kənddə muzda əmək tətbiq olunur. Yəni, biyar yox, məcbur əmək yox, pulla əməkdə, kapitalist əmək tətbiq olunur. Bizdə bu 1874-də, 1870-də kəndlilərin o biyar vəziyyəti ləğv olunur və kəndlilər işlədilərkən əvəzində pulunu alır, yəni kapitalizmdir. Bu kənddə olur. Sənaye çevrilişi isə odur ki, sənayedə çevriliş. Əl əməyindən, manufakturadan maşınlı sənaye istehsalına keçid. 36-cı sual. 1866-cı il məhkəmə islahatının mütərəqqi, yəni müsbət, əla cəhətləri və məhdud, yəni
Pis mi deyim? Yaxşı, bu mənfi yazdım. Yerli əhalinin adət-ənənəsinə hörmətlə yanaşılması, bundan söhbət belə gedə bilməz. Müstəmləkə olasan, Çar Rusiyasının olasan və sənin adət-ənənənə hörmətlə yanaşırlar. Bu nə dərəcədə doğrudur? Bunu daş edirik. Əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələr yaradılır. Bəli, silki məhkəmələr ləğv olunur. Biri B-dir, bu düzdür. Məhkəmə iclaslarının açıq keçirilməsi, bəli. Baxın, Qazan xan islahatında da belə bir test var, belə bir cümlə var. Qazan xanın məhkəmə islahatına aid deyil. Orada həmişə belə bir cavab çıxır. Məhkəmənin açıq keçirilməsi. Yoxdur. Qazan xan islahatında belə bir şey yoxdur. Ancaq 66-cı il islahatının müsbət cəhətidir ki, məhkəmə iclasları qapalı yox, açıq keçirilir. Bir oldu B, C, çünki bizdə müsbətləri soruşur. Məhdud mənfi cəhətləri. Antlı iclaslar məhkəməsi yaradıldı. Yaradılmadı, yalan deyir, bu səhvdir. Yaradılmaması olsaydı, hə, götürərdik bunu. Hakimlərin Qafqazın canişin tərəfindən təyin olunması, bəli. Özlərində hakim xalq tərəfindən seçilirdi, yəni seçki yolunu. Bizdə isə birbaşa nə olurdu? Təyinat olurdu. Məhkəmə işləri rus dilində aparılırdı, bəli. Bu da bunun mənfi cəhətidir. Bu sual mən səhv yazdım sualı. 19-cu əsrin ikinci yarısında Şimal Azərbaycanda təhsil səviyyəsinin yüksəlməsini zəruri edən amillər müəyyən edir. Ona görə bunu qırmızı işarə eləmişəm. Bu sual mənim yararlı yerimdir. Sertifikasiyada mən 50 ixtisasdan 49'unu işlədim. Bu sual məni yandırdı. Mən burada götürmüşdüm cavab olarak yalnız kapitalist iqtisadiyyatın inkişafını yalnız bir götürmüşdüm. Ancaq 2 də var idi. İxtisasi fəhlələrə tələbatın olması, hətta 3-cü səbəb də var. Düzdür, düşməmişdi imtahanda, amma var. Belə bir şey də var, 3 dəfə də var. Təhsili mütəxəssislərə tələbatın artması. Yəni bu sualın 3 dənə cavabı var, amma imtahanda bu yox idi. Bunu mən özümdən yazdım. Ki, yəni bu da səbəbdir. Belə eləyirəm, baxın. Cavab burada 1-dən 2 idi. Bu mənim səhvimdir. 17-ci əsrin ikinci yarısında Rusiyanın xarici siyasətdə əsas məqsədi idi. Ukrayna və Belarusiyanı ələ keçirmək, düzdür. Baltik sahillərə çıxış əldə etmək, 1699-da imzalanan Şimal İttifaqı və 1700-cü ildən etibarən başlanan Şimal müharibəsi bunun birbaşa sübutudur. Bir də Qara dəniz sahillərinə yiyələnmək. Cənubi Qafqazın işğalını başa çatdırmaq. Rusiyanın xarici siyasətində belə bir niyyəti var, amma bu 17-ci əsr deyil də, bu prioritet məsələ deyil. Bu məsələ olub 19-cu əsrdə. Yəni 1828. Hətta bu niyyətdən Azərbaycana Pyotrnik yürüşü də 22-ci ildən başlayıb. Xəzər dənizə çıxış etmək. Onların Xəzər dənizə çıxışı var idi. 16-cı əsrdə 4-cü İvan Volqa su yolunu Həştəxan xanı tutandan sonra Xəzərə çıxış əldə etmişdi zaten. Amma 19-cu əsrdə Gürcüstan Türkmençay sülhündən sonra Ruslar Xəzər dənizini özlərinin daxil dənizinə çevirmişdir. Rusiya-Qacar müharibəsi illərində baş verir. Ya 1804-13-də olsun, ya 1826-28-ci illərdə olsun. Əsas olaraq ki, Rus-Qacar müharibəsi illərində olsun. Burada birinci Rus-Qacar, ikinci Rus-Qacar demir, ha. Quba xanlığının Rusiya ilə müqavilə bağlanması, bu Gergevski müqaviləsi 1802-ci ildir. Bu ərəfədir. Bu ildə Rusiya müharibəsi yox, getmirdi. Bakı xanlığını ləğv edilərək Rusiyanın əyalətinə çevrilməsi 1806-dır. Birbaşa müharibənin içində olub, bəli. Gəncə, Şəki və Lənkəranda xan hakimiyyətinin bərpası isə 1826-da olmuşdur xanların üsyanı nəticəsində. Hə, sizə bir nüansı da deyim. 1804-cü il Gəncə xanlığının işğalı, ləğvi, Gəncə uğrunda gedən döyüşlər Rus-İran müharibəsindən agahı yoxdur. Bir də bir məsələni deyim. Üzr istəyirəm. Naxçıvan və İrəvan 1827-ci ildə işğal edilir. Ancaq o xanlıqların 28-ci ildəki ləğvi 2-ci Rus-İran müharibəsindən sonraya düşür. Sonra bir məsələni də deyim. 1826-da Lənkəran xanlığının ləğvi 2-ci Rus-İran müharibəsi dövrünə düşmür. Yəni müharibədən qabağa düşür. Bax, bunlar test toplusunda ən çox uşaqların səhv etdiyi
yerlərdir. Yəni sizə nəzərinizə saxlayın. 1920-ci ildə Azərbaycan SSR-də həyata keçirilmiş tədbirlərə aiddir. 20-ci illər demirdi, 20-ci il deyirdi. Çünki niyə? Orada səhv etmirəmsə Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi də var idi. O düşmürdü. O 21-dir bilirsiniz də. Düzün cavab yerlərdə nahiyə, qəza və kəndinqilab komitəsinin yaradılmasıdır. Bir də Rusiyanın Qızıl Ordusunun tərkib hissəsi kimi yeni ordu və donanmanın yaradılması. Burada da qeyd vurmuşam ki, bu məsələlər AXC ordusu ləğv edildikdən sonra həyata keçirildi. Biz burada hansı məsələlər cərəyan edir 1920-də? Bunu bu xüsusilə həmişə oxşar cəhət verirlər. Rusiyanın Xəzər donanmasını, neft sənayesini milliləşdirməsi, ordunun ləğv etməsi, sonra Azərbaycanlı siyasi kadınlara qarşı repressiyalar həyata keçirilməsi və bundan sonra da elə 20-ci ildə də həmən Gəncədə və Qarabağda və digər bölgələrdə Sovet Rusiyasına qarşı baş verən üsyanlar. Bax bu həmin bölmələrdir, həmin yerlərdir. 20-ci əsrin 70-ci illərində ABŞ, İngiltərə və SSR-nin siyasətində oxşarlıq. Yəni təbii ki, belə deyək də, yəni xarici siyasətində. Əvvəl isə sualın izahını verin. 74-cü ildə Türkiyə Kipr adasına qoşun çıxardır və adanın Yunan ordusunun qırğınlarından xilas edilir. Bilirsiniz də, Enozi siyasəti keçirilirdi türklərə qarşı orada. Kipr adasının şimalına nəzarət keçir Türkiyə Cumhuriyyətinin əlinə. Yəni Türk ordusu qalib gəlirdi və ada rəsmən iki hissəyə bölünür. Buradakı türk əhalisinin soyqırımına isə dünya göz yumurdu. Yəni Yunanlara qarşı heç bir sanksiya tətbiq etmirlər ki, bəs orada dinc əhaliyə qarşı qırğın törədirsiniz. Türkiyə Cumhuriyyəti isə Bülent Ecevit'in dövründə adaya qoşun çıxardıb bu qırğının qarşısını alanda Dünya Birliyi, yəni xüsusən də bu nəhəng dövlətlər ABŞ, İngiltərə, SSR Türkiyəyə embargo, sanksiyalar tətbiq edir. Türkiyənin bu addımını onlar işğal kimi qiymətləndirirlər. 42-ci sual. Uyğunluğu müəyyən edən Heydər Əliyevin prezidentlik dövrü, İlham Əliyevin prezidentlik dövrü. Təbii ki, orada birinci, ikinci, üçüncü belə bir şey yoxdur. Sadəcə olaraq prezident kimi fəaliyyətindən bəhs olunurdu. Hazır cavablar siyasi yazmışam burada. Bakı tipli Ceyhan neft kəmərinin istifadəyə verilməsi İlham Əliyevin prezidentlik dövrünə düşür bu, 2006-cı il. Azərbaycan Konstitusiyasının ilk əlavə və düzəlişlərin edilməsi. Bax, indi qulaq asın, bunu yazıram. Bu olubdu 2002-ci ildə. İlk dəfə 7 ildən sonra 2009-cu ildə, bir növbəti 7 ildən sonra 2016-cı ildə. Bizdən nəyə soruşur? İlki, yəni 2002-nin. B variantı bu düşür Heydər Əliyevin ikinci prezidentlik dövrünə. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu müəllimlərin işə qəbuluna düşən sualdır. 2011-ci ildə seçilirik biz bura. 2012-2013-cü illər ərzində. Bax, 2012-2013-cü illər ərzində. Amma 2011-də seçilirik, olsun. Bu da İlham Əliyevin prezidentlik dövrünə düşür. 43-cü sual. Bax, bu sual Təhsil TV-nin Səfəvilər dövlətindən bağlı təqdim etdiyi izahında var idi, dəqiq. 17-ci əsrin 20-ci illərində Səfəvilər dövlət tərəfindən ələ keçirilən ərazi müəyyən edin. 1621-22-ci illərdə Şah Abbasın apardığı əməliyyatlardan söhbət gedir burada. Cavab da haradır? Ərəb İraqı. Yəni Bağdad, Mosul, Kərbala, burada niyə yazmamışım onu? Nəcəf, bəs o ərazi haradır? Ərəb İraqı. 3 Xorasandır. Bu ərazi bizə lazımdır. Neçənci illərdə? 1510, 1599 bu getdi. 5 İranın özüdür. 1 Şirvanşahlar ərazisidir. 1538 deyək bura. 2 Qarabağdır. Elə bu 1501'dir. Baxın. Bunu mavi rəngdən verim. Diqqətli olun. 2 çay arası. Fərat Dəzrə çayları. Mesopotamiya, İraq. Düzgün cavab haradır? 4 rəqəm. 44-cü sual.
2020-ci ildə işğaldan azad edilən rayonların ardıcıllığını soruşurdu. Müəllimlərin işə qəbuluna düşüb bu sual 2023-cü ildə. Olduğu kimi düşmüşdü özə bu sual. Burada ilk azad olunan rayonlar deməli Cəbrayıl. Mən qısa yazıram. Cəbrayıl 4. Füzuli. İndi bu da yoxdur deyən yazmamazlıq eləməyək də. Bu Füzulini də yazaq. Haradır? Bax buraya yazıram. F. Zəngilan 5. Deməli qobdan belə yazım. 4, 5. Zəngilan, bax zəng yazıram. Zəng 5. Sonra Ağdam 1. Əslində birinci Kəlbəcər qayıtmalı idi. Bax 3 qayıtmalı idi. Amma qəbul imtahanına düşmüşdü bu sual abituriyentlər üçün. Basar keçər Vedi rayonunda hava şəraitinin pis olmağına görə ermənilər bizdən Kəlbəcərin təhvil verməsi üçün 10 gün vaxt istəyir. Ona görə də birinci Ağdam gəlir, sonra Kəlbəcər gəlir. Ən sonuncu rayon mərkəzi də 2 yan Laçındır. Cavab 4, 5, 1, 3, 2 idi. Bax belə idi. 20-ci əsrin 72-ci illərində beynəlxalq münasibətlərdə gərginliyə səbəb olan münaqişə. Bax, nəzərinizə çatdırım ki, 2025-ci ilin ali məktəblərə keçirilən qəbul imtahanında bax bu sual 3-cü qrup tarixçilərin situasiyasında düşmüşdü abituriyentlərə. Söhbət bu da ilk neft şokundan gedir. Neftin xarici dövlətlər arasında yaratdığı gərginlikdən gedir. Ərəb dövlətləri neftin qiymətini qaldırırlar. Neft ilk dəfə təsir edici rola malik olur. Bu Ərəb dövlətlərinin İsrail arasında olan münaqişədir. 1973. Cavab buradır. Bu rəqəmləri özüm belə yazmışım. Bax 4. 4-də münaqişə baş verib. Özüm qobilə qeyd edeyim. Bəli, Çeçenistanda, bura Şimali Qafqaz 1994-də. 2-də münaqişə baş verib İspaniyada, bura bəli 1936-da vətəndaş müharibəsi. 5-də daxili bir münaqişə varmı? Bəli, 1968 All-Star problemi və ya 82-ci də Kanada problemi. Üzr istəyirəm. Falkland, Argentina problemi. 1-də də münaqişə baş verilmi? Bəli, 1961-də Berlin böhranı. Bizdən soruşulan ərazi isə 3-dür. 46-cı sual xanlıqlarla bağlı sualdır. Üçlü Venn diaqramıdır, maraqlı sualdır. Qubar Fətəli yürüşünə məruz qalmaq Ərdəbil xanlığına aiddir 1780-ci illərdə. Qarabağ xanlığının asılı halda olması bunların hər üçünə aiddir. Hər üçü Qarabağ xanlığının asılı halda olmuşdur. 18-ci əsrin sonunda Rusiyanın asılını qəbul etməsi General Zubovun 1796-cı il yürüşü zamanı bilirik ki, Gəncə xanlığı Cavad xan Ruslardan asılılara düşür. C variantı. Təbriz xanlığı üzərinə uğurlu yürüş. Bu iştirak eləmir. Əfşar Soras tərəfindən idarəolunduğu İrəvan xanlığı Y variantı. Orada qəbul imtahanları belə idi. Sertifikasiya imtahanında. Hərəsindən bir dənə idi. Fransada 1-ci imperiya dövründən fərqli olaraq 2-ci imperiya dövründən, Fransada 1-ci imperiya dövrü 1804-14 deyək. 2-ci imperiya dövrü 1852-dən 70-ə qədər. Bunu soruşur. 52-70-i. 3-cü Louis Napolyon dövrünü soruşur. Fransa donanmasının Misrə hücuma keçməsi bu direktoriya konsulluq dövrüdür. Napolyonlu 1798-ci illərdəki fəaliyyətinə aiddir. Onda imperiya dövrü Fransa bu iştirak eləmir. Rusiyaya qarşı İngiltərə ilə müttəfiq münasibətlərinin qurulması. Hətta bu da İngiltərə əvəzinə Osmanlı da yaza bilərdi. Söhbət nədən gedir? 1853-56 Krım müharibəsindən gedir. Bəli, 2-ci imperiyanın fəaliyyəti 1-2-dir. İngiltərəyə qarşı qitə blokadası siyasəti həyata keçirilməsi o 1806-dan etibarən 1-ci imperiyaya aiddir. Ona görə də 3 iştirak eləmir. Bizdən Çin fərqini soruşur, birin yox. 3 səhvdir. Çinlə müharibə aparması, bəli. 1856-60 2-ci Tirək müharibəsi. Hətta təzminat da alır. 2, 4, 5-ə də baxaq. Burbonlar sırasında hakimiyyətdə olması yox, bu səhvdir.
Cavab elə ki 4 idi, bəli. İkinci Dünya müharibəsi illərindən fərqli olaraq Soyuq müharibə dövründə Türkiyə 1946 başlayıb Soyuq müharibə 1991-ci ilə qədər 1939-45-də olmasın, 46-dan belə olsun. Cənubi Koreya ilə müttəfiq əlaqələrin mövcud olması, bəli, 1950 53-cü ildə baş verən Koreya müharibəsində ABŞ tərəfindən Cənubi Koreya qoşunları ilə birgə Şimali Koreyaya qarşı vuruşur ki, bu fəaliyyəti gələcəkdə onun 52-ci ildə NATOya üzv qəbul olmasına səbəb olur. Biri birdir. Ərazisində ABŞ hərbi bazalarının yaradılması, bəli, düzdür. NATOya üzv qəbul olduqdan sonra 52-ci ildən sonra həqiqətən Soyuq müharibə dövrünə düşür. BMT üzv qəbul edilməsi 1945-ci ildədir. Belə müharibənin dövründə idi. Müharibədə 1945-ci ilin fevral ayında BMT-yə üzv ola bilmək üçün Türkiyə, Almaniya və onun müttəfiqləri müharibədən edir. O Soyuq müharibə dövrünə aid deyil. Montreux konferansında 1936-cı ildir. Bu müharibədən qabaqdır. Düzgün cavab 1-2-dir. Əsl cavablar belə idi. 1-2. Xəritəyə əsasən uyğunluğu müəyyən edin. 1. İspaniya, bu yazın. 3. Fransa. 2. İngiltərə, yəni Böyük Britaniya. 4. Türkiyə, Türk və ya Osman Qoban qırmızı rəngin, qırmızı rəng daha yaxşıdır. 16-cı əsrin sonlarında ərazisində yeni sülalə hakimiyyətə gəlmişdir. Bu 1594-də Burbonlar sülaləsidir. Bax, bu Fransaya aiddir. 3 düzdür. Biri 1-dir. Bax, sual belə idi, dəqiq deyirəm. Ərazisində protestantlıq dini cərəyan yaranmışdır. Yadıma gəlmir ki, bu vardı yoxsa yox, bunu ölüb ki, özüm yazdım bunu. Boş qalmasın deyə. Bu bura aiddir, bax. Bura, Almaniya. Bax, burada baş verir bu. Bu xəritdə göstərilmir. Bu yüzden İspaniya ərazisində göstərir protestantlığı, səhvdir. İspaniyada reformasiya qalib gəlmir. Papa qalib gəlir, orada katoliklik yerində qalır. Ona görə də İspaniya ərazisində bu dini cərəyandan söhbət gedə bilməz. 2-4. İspaniya donanması üzərində qələbə qazanılması. Haranı göstərir bizdə? İngiltərə, düzdür. Neçənci il? Qeyd edək bura. 1588 məğlub edilməz Alman və Osmanlı. Hətta Osmanlı Əlcəzair uğrunda İspan donanması ilə vuruşur. Hətta onun müttəfiqi də Fransa idi. Habsburglar sülaləsinə qarşı Fransa ilə müttəfiq əlaqələrin qurulması. O Osmanlıya aid, 4-ə aiddir. 1-4 verib də. Yox, 1 aid deyil. İspaniya aid deyil. Çünki Avstriyanın, Prusiyanı, İspaniyanı idarə edən sülalədir bu. İspaniya öz-özünə qarşı müttəfiq olası deyil ki. 50-ci sual. 1921-22-ci illərdə Sakit Okean bölgəsindəki mülklərinin tanınmasını nəzərdə tutan müqaviləni imzalayan dövlətlər. Birisi də bunun adlanır. 4 dövlət müqaviləsi. Amerika Birləşmiş Ştatları, Yaponlar, Fransa və İngiltərə. Burada bu xəritədə Asiya göstərilmir, ona görə də burada Yaponiya yoxdur. Okean o tayındakı Amerika göstərilmir. Düzgün cavabımız nə olur? 2 ilə 3, yəni İngiltərə ilə Fransa, bəli, düzdür. Minnətdaram, çox sağ olun. Əgər sertifikasiya hazırlığına qoşulmaq istəsəniz, bu nömrə ilə əlaqə saxlayarsınız. Özüm də bir sertifikasiya iştirakçısıyam. 49 ixtisas düzü 4 metodikadan 53 bal topladım. Görəyim də plesamızın cavabı çıxsa balımız artar inşallah. İnteqrasiya, taksonomiya sualımız səhv idi. Dərslər həftənin 3 gün aparıram. Dərslər 90 dəqiqə, 100 dəqiqə. Bütün testlərin sadə yolla izahı, səhvlərə professional cəhətlə yanaşma, ehtiyatlı suallar aparıram dərsin gedişində, xəritələri rahat başa sarıram. Dərslər YouTube kanalımda var. MİQə düşən suallar olsun, istər dərslərin izahı olsun, hamısını Samir Tarix profilindən YouTube kanalımda yerləşdirmişim.
Buyurun. Baxın, Samir tarix yazaraq, baxın kanala abunə ola bilərsiniz və dərsləri izləyə bilərsiniz. Uğurlar arzulayıram hər birinizə əziz müəllimlər. Yüksək nəticənizə görə təbrik edirəm sizi. İmtahandan uğur qazana bilməyən müəllimlərə səbir diləyirəm. İnşallah ki, gələn illəri istəyinizə çatarsınız. Siz də istədiyiniz balı yığaraq imtahandan uğurla keçərsiniz. Çox sağ olun, təşəkkür edirəm.